Allahümme qsim lana min xəşyətikə mə yəhulu beynəna və beynə məsiyyətik. İlahi, bizə o qədər qorxu ver. Səndən o qədər qorxaq ki, bu qorxu bizlə günah arasında mane olsun. Qorxu bu həddə olsa yaxşıdır. Bizim bəzən qorxumuz o qədər deyir ki, bizlə günah arasında mane ola bilsin. Qorxu o zaman düzgün qorxudur ki, nə vaxt günah qabağa çıxır, qorxu gəlir qabağı alır, qoymur gedəsən. Bax, buna deyirlər təqva. Qorxandan sonra ki, sən günahı tərk edirsən, qorxunun bətnindən ümid çıxır. Ümid meydana gəlir. Odur ki, Peyğəmbər gecə gündüz insanları əzabla qorxudur. Ən qorxulu döyüşlər baş verib Bədir döyüşündə. Peyğəmbərin halına baxdım. Gecə səhərəcən ibadət edir bir ağacın altında. Səhər döyüş olacaq. Gördüm Peyğəmbərin halında zərrə qədər dəyişiklik yoxdur. Heç bir qorxu əlaməti yoxdur. Peyğəmbər zərrə qədər nigarandır. Peyğəmbər belə döyüşlər o qədər aram qəlblə dayanırdı, amma hədislərdə var, qiyamətin adını çəkən kimi üzünün rəngi saralırdı Peyğəmbərin. Qiyamətin adını eşidən kimi rəngi saralırdı. Buyururdu ki, qiyamət ayələri mənim saçımı ağartdı, məni qocaltdı. O ayələri oxuyanda qocaldım, saçım ağardı. Bu qədər Peyğəmbər özü də çəkinirdi və insanları da çəkindirirdi. Əleyhissalam sözün əsl mənasında fəryad eləyir bizlərə, insanlara müraciət eləyir. Doğrudan da dünya üz çevirdi, getdi. Ahirət üz gətirdi. Ölüm çatmamış tövbə eləyən yoxdurmu? Əleyhissalam soruşur. Çətin gün gəlməmiş qurtuluş üçün çalışan yoxdurmu? Ümid günləridir bugün, Əleyhissalam buyurur. Amma bu günlərin ömrü sizin öldüyünüz günə qədərdir. Öləndən sonra ümid kəsiləcək. Dünya elə bir yurtdur ki, qızıldan qiymətli sözdür, Əleyhissalamın bu sözü. Dünya elə bir yurtdur ki, ancaq orada olarkən ondan qurtulmaq olar. Nə qədər dünyadasan ondan nicat tapa bilərsən, gedəndən sonra dahi dünyadan nicat tapa bilməyəcəksən. Nə qədər dünyadasan, dünyadan qurtula bilərsən. Burada peşman olsan çox qiyməti var. Bir damcı göz yaşı peşmançılıqla axıtson, Allah buyurur, ən çox sevdiyim damcı bir şəhidin qanıdır, bir mənim qorxumdan ağlayanın gözündən axan yaşdır. O qədər qiyməti var. Amma qiyamət günündə cəmaat cəhənnəmi görüb ağlayanda, həmin o Allah ki deyir, göz yaşının bu qədər qiyməti var, qiyamətdə ağlayanlara deyər, bugün heç ağlayıb nalə eləməyin və bu göz yaşı sizi bizim əzabımızdan qurtarmayacaq. Dünyada göz yaşının qiyməti var idi. Dünyadan nicat tapmaq istəyirsən, dünyadaykən nicat tapa bilərsən. Köçəndən sonra nicat tapmaq mümkün deyil. Və insan allanmaya gərək dünyaya. Əleyhissalamın bir sözü var. Buyurur, mən deyirəm sizə, dünya səni allatmayıb, sən dünyaya allanmısan. Dünya hər iki üzünü sənə göstərib. Dünya sənə sarayları göstərib, bağ-bağcanı göstərib, xəstəxananı da, qəbristanı da göstərib. Dünya sənə cavanlığı göstərib, amma qocalığı da göstərib. Dünya sənə sərvəti göstəribsə, fəqirliyi də göstərib. Sən niyə ancaq məsələnin bir tərəfinə baxırsan? Sən allanmaq istəmirsən, ancaq neymət tərəfini görmüsən. Həmin o neymət içində olanların neymətlər əlindən çıxdığı zamanı da görə bilərdin, baxsaydın. Ona görə buyurur ki, dünya səni allatmadı. Kim allandısa, özü allandı. Dünyanı yox, özünü qınasın allandığına görə. Həzrət Əleyhissalam yataqda idi, ölüm yatağında. Bir nəfər gəldi, dedi, ya əmirəl-möminin, məni nəsihət elə. Bir ömür Əleyhissalam nəsihət eləmişdi. İndi də axır saatında dedi, məni nəsihət elə. Dedi, mənim halım sənin üçün ən gözəl nəsihətdir, ən gözəl moizədir. Dünən mən hakim idim, böyük bir dövlətin başçısıydım. Bugün mənim hakimiyyətim ancaq bir yatağı əhatə eləyir, xəstəlik yatağındayam. Dünən hakim idim, bugün xəstəlik yatağındayam, sabahda qəbr evində. Bu üç şeyə bax, üç halıma bax, bundan gözəl moizə yoxdur. Dünya sarayları göstərirsə,
bu halları da göstərir, cənazələri də göstərir insana. Və əleyhissalam gəzirdi küçələri, bazarları, insanları xəbərdar eləyirdi, qiyamət haqqında danışırdı. Ondan sonra buyurur, o alçaldan və ucaldan gündür. Bəziləri o gün alçalacaq, bəziləri isə ucalacaq. Kimlər ucalacaq? Onlar ki, dünyada Allaha bəndə olurlar. Bu baş, bu alın dünyada Allahın qarşısında əyilib yerə dəyirsə, qiyamətdə başı uca olacaq insan. O dəfə mən bu hədisi dedim, möminlər cənnətə gedəndə istəyəcəklər sevindiklərindən səcdə eləsinlər. Alnını yerə qoyanda Allah deyəcək, mənim bəndəm başı qaldır, da səcdəyə ehtiyac yoxdur. Da bundan sonra səcdə zamanı qutardı. Səndən heç 2 rükətdə namaz istəmirəm, səndən səcdə istəmirəm. Sən dünyada ki alnını yerə qoydun, bugün qoymayacam başın yerə dəysin. Bugün başın uca olacaq. Amma o insanlar ki dikbaş idilər, bir ömür yaşadılar, bir dəfə alınlarını Allahın huzurunda yerə qoymadılar, o üzləri Allah qiyamət günündə o insanları zəlil eləyəcək. Axirətdə o insanlar zəlil olacaq. Hələ dünyada çox görmüşük ki, ucalan insanlar zəlil olublar. Əl-Qahir billah xəlifə idi. Abbasi xəlifəsi. 2 il xəlifə oldu. Bir gün onu hakimiyyətdən saldılar, gözlərində kör elədilər. Yazırlar ki, əsanı əlinə almışdı, Bağdad məscidində sıraların arasında gəzirdi, insanlara deyirdi ki, rəhm eləyin o kəsə ki, dünən sizə rəhbər idi, bugün sizin köməyinizə ehtiyacı var. Dilənçilik eləyib sıraların arasında gəzirdi. Dünyanın bu üzü də var. Nəsihət tərəfləri də var. Biz ancaq bəzən o tərəfini görürük, bu tərəfini isə görmürük. Qiyamət günü ucaldan və alçaldan gündür. Deyir, bir sultanı yuxuda gördüm, bir nəfər deyir, şah dünyadan getmişdi, yuxuda gördüm. Mən onu görən kimi dedim, sultan necəsən filan dedi, sultan zadda qutardı. O adlar dünyada qaldı. Burada sultan zad saymırlar. Səndən bircə xahişim var ki, itlərinizə sümü yatanda onun savabını mənə bağışlayın ki, ona ehtiyacım vardır. Çünki heyvana da yemək vermək, sümü atmağın savabı var. Hətta itlərinizə sümü yatanda o savabdan mənə hədiyyə eləyin ki, buna ehtiyacım var, buna möhtacam. Qiyamət günü çox insanlar ki, dünyada uca məqamdaydılar, Allah onları zəlil eləyəcək. Ayaq altda qalacaqlar o insanlar. Və çox insanlar ki, dünyada tanınmamışdılar. Sən elə bilirdin, adi adamdır. Qiyamət günü Allah o insanları ucaldacaq. Görəcəksən, peyğəmbərlərlə, əhl-i beytlə bir yerdədir o insanlar. Allah bizi qiyamət günü başı uca olan insanlardan qərar versin inşallah.